Salam qızlar, necəsiniz? İnşallah yaxşı olasınız. Kitab özüm üçün zakaz eləmişdim. Kitab evindən, bir marketdən gətirdilər belə. Bunları mən onlayn oxuyurdum, amma yarımçıq gözlərim çox ağrı idi. Yarımçıq qalırdı deyənə dedim el kitabını alım. Həm onsuz kitabxana yaratmaq istəyirəm evdə. Məndə qalsın. Bunu mən oxumuşam yarıya qədər. Çox qəşəng kitabdır. Charles Dickens'in Böyük Ümidlər. Bu ilk dəfədir belə detektiv əsər oxuyacağam. Bu kitab da Charles Dickens'in Perili Ev. Bu ikisi türk dilindədir. Bu Azərbaycan dilindədir. İnşallah xoşuma gələr. Belə, çünki ilk dəfədir. Mən normalda elə detektiv kitablar sevmirəm, yəni heç oxumamışam da. Ümumiyyətlə heç onun filmlərinə də belə baxmıram, yəni diqqətimi çəkmir. Mən dram sevdiyim üçün həmişə. Bu da yoldaşımın 8 Mart mənə hədiyyəsidir. Mən də elə kəsdim qoydum. Güldana. Bir də belə görürsünüz. Sağ olsun. İstəyirəm ki, pəncərəni açım. Gün çıxıb görürsünüz. Pəncərələri silmişdim. Deməyin ki, bu niyə pintidir? Pinti deyiləm. Pəncərələrimi silmişdim. Prosta ki, yağış yağı falan. Baxın, mən buraları təmizləyirəm, amma tözdür. Dedim, biraz asım hava dəysin. Bunu da söktüm. Buraları bir yığışdırım. Otaq boşaltmaqdan sonra bunu yəqin ki ora qoyaram. Bunu keçirtdim bu tərəfə qızlar belə. Hələ otağı düzəldib qurtarmamışam artıq. Demək qızlar, Faberlikdən məhsullarım gəlib. Nə zakaz vermişdim? Belə bir göz maskası zakaz vermişdim. Belə bir göz peçeləri zakaz vermişdim. Olmazsa olmazımız. Yəni inanmıram ki, Faberlikdə yəni buna çatan bir qaz plitəsini təmizləyəm. Yəni bunu çatan bir maska olsun. Bir də bir neçə dəfə alıb istifadə edeyim. İstifadə edeyim razı qaldığım budur. Belə bir saç maskasıdır. İlk dəfə də almışam. Gördük. Belə bir spreydir qızlar. Həm bədən üçün, həm də üz üçün. Qəşəng kokusu var. Bir də üz üçün peeling gel. Belə bu qədər. İndi açıq görək. Qaç istansın. Bunu yəni ucuza aldım deyə yəni. Nə də baha almadım. Mənə görə qiymətlər normalda istifadə edeyim. Görün, qoşma gələcək, yox. Belə bir şey qızlar. Belə görürsünüz. Üzərində belə qaşığı da var. Belə göz üçündür. Qoxusu çox qəşəngdir, dəhşət qəşəngdir, yəni qoxusu çox qəşəngdir. Adam istəyir ki, dişləsin yesin. Prost bəlkə də təzədir yəni. Yox, mən düzgün qoymamışam. Nə oldu buna? Həyecanlandım. Hə. Nəsə. Buna baxaq görək. Bunun ağzı açıqdır qızlar. Ağzı açıqdır, neysə. Bunun ağzı açıqdır. Ağzı açıq olmağı heç xoşuma gəlmədi yəni. Neysə. Mən açmamışdım. Dedim ki, sizlərlə bir yerdə yoxlayıb baxaram. Açıb baxaram. Bunun qoxusu qəşəngdir. Bunun acı biber qoxusu kimi belə prosto qoxu gəlir. Bundan iyisini bilirəm. Bunu heç bilirəm. Elə sizə video çəkirdim ki, yeni bir kargo gəldi kitabı. Belə. Buraları belə axşam çay içirdim. Nəsə, belə. İndi buraları falan yığışdırmalıyım hələ. Simba da oturub. Piş, piş. Ömrə bax, ömrə bax. Demək qızlar, burada 8 Mart'a yaxındır deyənəm. Yoldaşımdan yenə gəldiyi McDonald's'a və mənə gül, bir də kaşlok hədiyyə almışdı, sağ olsun. Əslində bu çəkilən videoların arasında
Çox var. Yəni çox müddət var, amma siz bunları qısa müddətdə paylaşıram deyə elə bilirsiniz ki, yəni usul olur. 2,000 years later. Burada geyinmişəm, keçinmişəm, təzə paltarlarımı geyindim, mamam üçün hədiyyə almışdım. Bir də gül biraz əzildi, video çəkəcəm deyə. Belə gedirəm mamamı təbrik eləməyə. Burada Temu'dan aldığım çantamda sizə göstərirəm. Belə həm sevinsin, həm də kövrəkdir. Elə yoldaşım, qardaşım gəldi, bizi götürdü, getdi. Belə. Sağ olsun mamam da bizim üçün süfrə açmışdı, qəşəng aş eləmişdi, kebab falan var idi. Bizdə bayramlar tam daraqla qeyd olunur. Bugünlük bu qədər qızlar, sağ olun, sağlıqla qalın, hələlik.